Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mubarakan fihi. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in emmə ba'd. Və bir hədisi xatırlamaq istəyirəm. Bu hədisi İmam Buxari rahimehullah öz səhihində rivayət edib. Və bu hədis çox əzəmətli və indiki vaxt insanların ən çox ehtiyacı olan hədisdir və qafilləri oyatmaq üçün ən gözəl hədisdir. Yəni, qafil insanları oyatmaq üçün ən gözəl hədisdir. Və bu, elə bir hədisdir ki, bu hədisin ləfsləri, yəni hədisdə keçən kəlmələr çox qısadır. Lakin böyük mənalıdır. Yəni, hədisin ləfsləri qısa olsa da, yəni hədisdə keçən kəlmənin mənası böyükdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətən məğbunun fihimə kəthirun minənnəs. İki nemət var ki, insanların çoxu bu nemətdən qafildir və ya bu nemətdən kənar qalıblar və ya məhrumdular və ya görə bilmirlər. Yəni, hədis bu mənadadır. Subhanallah, fikir verin. Gör, nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? İnsanların əksəriyyəti, yəni əksər insanların bu iki nemətə qarşı belədir halı. Birincisi, əs-sihhə, sihhət, yəni bədənivin sihhəti, bədənivin sağlam olması. Yəni, bura hər bir şey daxildir. Gözlərin, qulaqların, əllərin, ayaqların və s. Yəni, sihhətivin afiyyət içərisində olması, həmçinin bədənivin gümrah olması, yəni əlinlə hərəkət edirsən, ayağınla, yəni gəzirsən, oturursan, yəni hər bir şey, sihhət, bədən, cisim baxımından afiyyət içində olmağın. Yəni, bu birinci nemətdir, hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, insanların əksəriyyəti qafildir. İkincisi, vəl-firaq. Firaq, yəni sənin boşluğun, yəni vaxtlarında boşluğun çox olması, yəni günüvə fikir versən, yəni öz həyatı var, vaxtının çoxu boş keçir. Yəni o vaxtda heç nə eləmirsən. Yəni boş vaxtın, əl-firaq, yəni sənin boşluğun. Yəni saatlar gedir, vaxt ötür, amma zərrə qədər də əməl etməmişsən. Aydındır, bu adlanır firaq. Yəni, sənin boş vaxtın daha çoxdur. Boşluğun çox olur həyatda. Heç nə eləmirsən, saatlar ötür, gün üstündən keçir, amma heç nə eləmirsən. Bu neymət, Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, insanların əksəriyyəti məhrumdur. Lakin bu kimlərə aiddir? Kimlər ki, səhhətini və boşluğunu Allaha itaətdə keçirmir. Vallahi, qardaşlar, nə qədər insanlar var ki, yəni səhhətini, sağlamlığını, yəni öz səhhətinin sağlamlığını fayda verməyən şeylərə sərf edir. Və yəni özünə zərər verən şeylərə xidmət etdirir. Nə qədər insanlar var. Yəni sağlamdır, amma sağlamlığı, onun səhhətinin yaxşı olması heç bir xeyir vermir ona. Yəni Allaha itaətə istifadə etmir deyə və ya nəinki Allaha itaətə istifadə etmir, öz zərəri üçün istifadə edir. Aydındır. Və bu hal əksər insanların halıdır. Necə ki, bunu Peyğəmbər sallallahu aleyhi və səlləm deyir. Ona görə dəqiq bilmək lazımdır ki, insanın səhhətinin sağlam olması, afiyyət içərisində olması daim olmur bu. Yəni, bu hal daim qalmır səndə. Onun ardınca xəstəlik gəlir və xəstəlik ardınca da ölüm gəlir. Yəni, bu haqdır. Və ikinci nemətin arxasınca da məşğuliyyət gəlir. Yəni, insan nə qədər boş vaxtı olursa, yəni o boş vaxtı, yəni onun boş vaxtı, yəni onun gününün boş keçirməsi daim olmayacaq. Onun arxasınca məşğuliyyət var. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, iki nemət var ki, insanlar onda məğbundur. Məğbun, yəni onu Allaha itaətdə keçirmirlər.
Baxın, yəni adi bir misal deyim, inşallah özünüz də müşahidə edirsiniz. Yəni elə vaxt olur ki, insan bax, göz neməti ilə kitab oxuyur. Yəni Allah təbaraka və teala sənə göz neməti verib sağlamdır. Və bir neçə il ötdükcə gözlər zəifləyir. Və başlayırsan artıq şüşə ilə oxumağa. Yəni eynə ilə oxuyursan. Yəni göz zəifləyir. Və belə hətta olur ki, illər ötür, bu nemət alınır səndən. Və ya göz o qədər zəifləyir ki, kitab oxuya bilmirsən. Amma halbuki, sən indi gör, yəni sən o nemətin sağlam olan vaxtı, gözünün afiyət içində olan vaxtı nə edirdin sən? O göz nəyə xidmət edirdi sənin həyatında? Allaha itaətə mi? Quran oxumağa mı? Yəni elm əhlinin kitablarını oxumağa mı? Və yoxsa boş-boş yerlərə sərf edirdin, haramlara? Bu adi misaldır. Və həmçinin bütün orqanlara aiddir. Əl. Yəni insan əlinlə hərəkət edir, tutur. Yəni tutur, alır, verir və s. Və elə vaxt olar ki, sən əlində taqət qalmaz. Yəni sən 5 il bundan qabaq qaldırdığın bir yükü indi o əlinlə qaldıra bilmirsən. İtib onun afiyyəti. Afiyyəti itib. Lakin sual verir, özünə sual verir. Yəni sən o afiyyəti, yəni sihhətin, əlinin sihhəti olan vaxtı, əlin sağlam olan vaxtı nəyə sərf edirdin? Yəni insan nemət itəndən sonra artıq xeyrə sərf etmək istəyir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir ki, insanların əksəriyyəti məğbundur o nemətdən. Aydındır və bütün orqanlara aid elə bunu. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Allah təbaraka və teala öz mübarək kitabında buyurur ki, وَمَا تَدْرِ نَفْسٌ مَاذَا تَكْسِبُ غَدَى Heç bir nəfs bilmir ki, sabah nə olacaq? Sabah nə əldə edəcək? Yəni, sənin indi əlin tutursa, əlinlə alış-veriş edirsənsə, sən bilmirsən sabah sənin əlinin taqəti harada olacaq. Sən bilmirsən sənin gözünün, qulağın, ayağının aqibəti nə olacaq. Aydın oldu? Həmçinin bundan əlavə, yəni hamısı bu orqanlara soruşulacaq. Allah Teala öz kitabında bildirir ki, İnnəs-səm'a vəl-basara vəl-fuədə kullu ulaikə kənə anhu məs'ulə. Göz, qulaq, qəlb, bunların hamısı məsuldur, soruşulacaqlar. Hətta başqa ayədə deyir ki, Allah təbaraka və teala o orqanlar, onlar hamısı şahidlik edəcək sənə. Şahidlik edəcəklə əleyhivə. Yəni sən istəməsən də Allah onları danışdıracaq. Və bu, yəni hədis əzəmətli hədisdir. Yəni əzəmətli hədis əziz müsəlmanlar. Və bu daim xatırlanasıdır. Yəni heç nə elə belə deyil. Yəni insanın boş vaxtını, yəni vaxt səmərəsiz keçirsə, subhanallah, Allaha itaətdə itaatsiz ötürürsənsə o vaxtı, yəni sən artıq məhrumsan. Onun üçün Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, əksər insanlar bundan məhrumdur. Və Allah təbaraka və teala istəyirəm ki, yəni bizi bu iki nemətə qafil qalanlardan etməsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.